Salam, vaxtınız xeyirli olsun değerli şagirdlər. Bugün biz 6-cı sinif mövzusu olan orta vurğun mütərizə xərcinin çıxarılması mövzusunun izahına baxacaq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Uşaqlar, baxın, ortaq vurğun mütərizə xərcinin çıxarması bu vurmanın paylama xassəsidir uşaqlar. Məsələn, biz belə bir şey demişdik. Biz bunu 4-cü, 5-ci sinifdə baxmışıq. Yəni bir daha baxırıq. Məsələn, mən deyirəm ki, uşaqlar, baxın, paylama xassəsi nə idi? Məsələn, deyirəm ki, A vur D çıxılsın. Məsələn, A vur C yazmışam uşaqlar. Baxıram ki, burada A-lar ortaqdır. Ortaq nədir? Eynidir. Onda mən bu A-nı A vurulsun belə yazıb. Baxın, mütərizə içində D çıx C şəklində yazmalıyıq uşaqlar. Bu qaydanı artıq biz bilirik. Bu bizim işimizə misalların hesablanmasında falan çox işimizə yarayır. Yəni bu daha sadə yoldur uşaqlar. Biz bu şəkildə edirik. Yəni uşaqlar, baxın burada A olanları bax ortaq vuruq kimi çıxartdıq. Belə yazdıq. Burada çıxmadı, çıxma yazmaq. Sonra bu necə anlayır? Baxın, geri bu necə eləyir uşaqlar? Baxın, biz əvvəlki dərsimizdə mütərizənin qarşısındakı ədədin mütərizəyə vurulmasını öyrənmişdik də. İndi gəlin o qaydanı tətbiq etsək, baxın, A vur D çıxılsın, A vur C olacaqmı uşaqlar? Baxın, bu ifadə bu şəkildə olacaqmı? Əla, görürsünüz? Yəni eyni şeydir uşaqlar. Yəni burada bizim əsas məqsədimiz ortaq vuruğu mütərizə xərcini çıxartmamız lazım. Məsələn, misal nömrə 8-in A variantında uşaqlar baxdığımız zaman, baxın, ortaq nə görsənir uşaqlar? 8-lər. Onda mən 8-i çıxardıram mütərizə xərcinə. Bax, fərzi hər ikisindən 8-i götürmüşəm. Bu vuruq kimi baxdığımız zaman burada x qalacaq, burada bir dənə y. Bu belə. Məsələn, B variantına baxsaq, 7-ləri çıxarsa x üstə gəlsin, y qalacaq uşaqlar. Sonra gəldik, baxın uşaqlar, C variantında artıq biz, baxın, mənfi 4-lərdir ortaq. Onu sən burada mənfi 4-ü götürəndə, bu mənfi getdi artıq. C, burada da mənfi 4-ü götürəndə bu üstə gəlinsin D olmalıdır. Baxın uşaqlar, niyə belə olur dediyiniz zamanda mən geri vursam, mənfi 4-ü C-yə vursam, mənfi 4C, baxın uşaqlar, bu mənfiyə görə bu müsbət nəyə çevrilməlidir? Mənfiyə. Çıxılsın 4 də olmalıdır. Baxın, bu cavabı aldıqmı? Yəni buradakı cavabı, bəli, deməli biz düz hesablamışıq uşaqlar. Məsələn, D variantında, baxın, mən desəm ki, belə bir ifadə verilir, belə deyilmi? Buradan mən mənfi 5-i çıxartdığım zaman, baxın, C çıxılsın D olacaq. Niyə çıxma olur? İndi baxın, gəlin bunu vurub açalım. Baxın uşaqlar, mənfi 5-i C-yə vuranda mənfi 5C. Baxın, bu mənfini bu mənfiyə vuranda işarə dəyişməlidir, əksinə plus olur. Baxın uşaqlar. Gördünüz, bu ifadəni aldıq yenə? Bəli, aldıq. Deməli, bu şəkildə olmalıdır. İndi baxın, Y variantında biz yenə də ortaq vuruq çıxartmalıyıq, elə deyilmi uşaqlar? Məsələn, baxın, mən buradan 5 vur A-dır, bu da 15 vurulsun B-dir. Mən burada, bax, 5-i 5 vur 1 vur A, 15'i 5 vur 3 vur B yazacağım. Yəni vuruqlarını ayırmalıyam da uşaqlar, elə deyilmi? Onda bəs burada ortaqlar nə oldu? 5'lər. Mən bu 5'ləri çıxardıram. Hər ikisini mən vuruq kimi çıxartdığımda burada 5'lər getdi. Buradan A çıxılsın, 3B qaldı. Geri vurub başsa 5A'ya vursam 5A, 5'i mənfi 3'ə vursam da mənfi 15B. Baxın, alındı mı? Bəli. Məsələn, F variantına baxsaq uşaqlar, mənfi 6 vur A üstə gəlsin 9B'dir. Niyə eləyə bilərəm uşaqlar? Baxın, yazıram ki, gəlin belə yazalım. Baxın, mənfi 3 vur 2A üstə gəlsin 3 vurulsun 3B olacaq. Mən buradan, baxın, mənfi 3'i çıxartsam, nə qalır burada? 2A. Çünki mənfini çıxartmaq, burada toplamaqdırsa nəyə çevrilməlidir uşaqlar? Mənfiyə. Niyə çevrilirlər uşaqlar? Baxın, sən bunu geri mənfi 3'ü mənfi 3B'yə vuranda burada bu mənfi nəyə çevrilməlidir? Müsbətə çevrilməlidir geri. Ona görə də bu şəkildə qeyd etməmiz lazım. Məsələn, G variantına baxsaq uşaqlar, G-da 4 vur Y-dir, elə deyilmi? Mən bu 8-i nə yaza bilərəm? 4 vur 2 vur X. Bu 8-i necə yaza bilərəm? Yəni 4 vur 2. Ortaq vuruqlar nə oldu uşaqlar? 4'lər. Elə deyilmi? Bax, hamısında 4 var. 2 ola bilməz. Çünki 2 burada yoxdur axı. 4'ü çıxardıram mütərizə xərcinə. Y
çıxılsın 2x və bir də çıxılsın 2 şəklində olacaq. Mesela h variantına baxsam, 9'u yazsam 3 vurulsun 3y, üstə gəlsin 3 vurulsun 2x və bir də çıxılsın 3 vurulsun 4 olacaq. Gördünüz? Hamısını uşaqlar bax orta. Mesela 9'a 6'ya və 3'ə bölünən hansıdır? Mesela 3. 3 bu 3'ü buruq kimi yazıb 3'ü çıxardıram mötərizə xaricinə. Buradan 3y qalır. Buradan 2x qalır və buradan da 4 qalır. Fərz eləyin. Bu 3'ü, bu 3'ü və bu 3'ü sildim də uşaqlar. Bu şəkildə olacaq bizim misalımız. Deyir ki 9-cu sual kimin cavabı doğrudur deyə. Elxan belə deyir. Uşaqlar baxın. Əgər mən misal nömrə 9'dur. Əgər mən mənfini çölə çıxardıramsa. Baxın uşaqlar. Əgər mənfini çölə çıxardıramsa, təbii ki bilən bu 3x olur. Bax bunun normalda işarəsi mənfi deyilmi? Müsbətə çevrilib. Bu müsbətsə nəyə çevrilməlidir? Mənfiyə. Bax belə olmalıdır. Elxan düz deyir. Əla. Bəs burada necə olacaq uşaqlar? Hə, bax burada bu xanım Aynur səhv deyir. Niyə uşaqlar? Sən bu mötərizənin qabağında mənfi olduğuna görə sən bunu vurub açdığın zaman mənfi 3x çıxılsın 2y eləməlidir də. Oldu? Elə deyilmi? O sən burada toplama olub axı. Ama çıxılsın aldıq biz. Birlikdə biz mötərizənin sonunda mənfi varsa işarələr nə olmalıdır? Əksinə dəyişməlidir. Deməli bu səhv deyil. Sonra gəldi uşaqlar baxın 10-cu sual. Deyir ki boş qalanlar elə yazın ki bərabərlik dəyişənlərin istənilən qiyməti doğru olsun. Yəni biz burada nə etməliyik uşaq? Ortaq vuruq çıxartmalıyıq. Baxın yenə də. Məsələn onun A variantına 16 vurulsun n çıxılsın 12 vurulsun m. Necə yaza bilərəm aşağılar? Baxın yaza bilərəm ki bunu 4 vurulsun 4n. Bunu 4 vurulsun 3m yazma olar mı aşağılar? Bəli. Hər ikisini nəyi çıxartdım? Ortaq vuruq 4'ü. Nə qaldı burada? 4n çıxılsın 3m. Baxın aşağılar. 4n çıxılsın 3m deməli burada nə olmalıymış? 4 olmalıymış. Məsələn B variantına baxsaq aşağılar. İndi burada biraz məntiqi yanaşağında. Aşağılar baxın burada 9'dur. Buradan 3 çıxıbdı. Deməli bu 9'u B variantına nə yazıblar? 3 vurulsun 3c yazıblar. Çünki buradan bu 3 qalıb axı vuruqdur da. Mən 3'ü nəyə vursam bu 9'u alaram. Aha, indi baxın aşağı. Burada 7 olub da. Elə deyil mi? İndi mən bilirəm ki uşaqlar bu 3 vur 3'dür. Yəni burada 3 olmalıdır. 3 3'ə vuranda bu 9 almalıyam. Onu mən bu 3'ü də 27'yə vursam bəs nə olacaq? 21. Deməli burada D'mizi də belə parçalamışlar. 3 vurulsun 7 də kim parçalar. Buradan 3'ləri mötərizə xaricinə çıxardım. 3D üstə gəlsin. 3C üstə gəlsin. 7D olub uşaqlar. Baxın bu şəkildə olmalıdır. İndi məsələn bura baxsaq aşağılar. Mən mənfi 6'na 3'ə vuran nə olur aşağılar? Baxın bura olmalıdır. Mənfi 18. Elə deyilmi? İndi mən mənfi 6'nı nəyə vursam? Buradakı bu mənfi 12'ni alaram aşağılar. Təbii ki 2'yə vursaq elə deyilmi? Baxın bir dənə. Əla. Deməli bu şəkildə olmalıdır. Gəldi sonra 11-ci soru. Deyir ki o ortaq vuruğu mötərizə xaricinə çıxarın və ifadənin qiymətini hesablayın deyir. İfadənin qiymətini hesablayın. Baxın uşaqlar 11'in A variantında təbii ki biz 3'ləri mötərizə xaricinə çıxartmalıyıq uşaqlar. Və buradan da bizə deyir ki 3 vurulsun x-in yerinə 72, y-in yerinə də mənfi 77 yaz. Yəni 3 vurulsun mənfi 5. Nə oldu cavabımız? Mənfi 15 şəklini alacaq. Mesela burada baxın aşağıda B variantında 15'i çıxardıram mötərizə xaricinə. A çıx B olacaq. 15 vurulsun mənfi 49 çıxılsın mənfi 53 oldu uşaqlar. Buradan da bu 15 vurulsun. Böyle bir şey olacaq. Mənfi 49 üstə gəlinsin 53 olacaq. Bu da bərabər 15 vurulsun 4. Yəni cavabımız elədir 60. Buradan uşaqlar baxın C variantına mən bunu 6m'dir. Bunu 12'ni 6 vurulsun 2n yazacağım. Yəni 6'ları çıxartdığım zaman m üstə gəlinsin 2n şəklini alacaq. Yəni 6 vurulsun 21 üstə gəlsin 2 vurulsun mənfi 13. Buradan da 6 vurulsun 21 çıxılsın 26 olacaq. Yəni 6 vurulsun mənfi 5. Bu da elədi neçə uşaqlar? Mənfi 30 şəklini alacaq. Deyir ki 12-ci sualda x minus 2 4 olduğuna görə ifadənin qiymətini tapın. Uşaqlar yenə də biz burada
ortaq vuruğu mötərizə xaricinə çıxartmalıyıq. Gəlin baxaq görək. Ortaq vuruğu. Baxın A variantında 12'nin A variantı. 2x minus 4y. Mən burada nə edə bilərəm? 2 vurulsun. Bu 4'ü yazıram. 2 vurulsun 2y. Buradan 2'ləri mötərizə xaricinə çıxartdım. X çıxılsın 2y. Uşaqlar baxın. Bu x çıxılsın 2y yenə mənə nə veribdir? 4. Deməli mən onun yerinə yazmalıyım. 4. 2 vurulsun 4 bərabər nə oldu uşaqlar? 8. Sonra bu B variantında 3 vurulsun x'dir. Bu 6'nı yazıram uşaqlar. 3 vurulsun 2 vurulsun y. Buradan 3'ləri çıxartdığımız zaman x çıxılsın 2y olacaq. Yenə də biz x çıxılsın 2y 4 yazacaq uşaqlar. 3 vurulsun 4 bərabər nə olacaq uşaqlar? 12 şəklini alacaq. Məsələn, C variantında baxın mənfi 5 vurulsun x çıxıl üstə gəlinsin 5 vurulsun 2y. Burada mənfi 5'i çıxartdığım zaman mötərizə xaricinə x minus 2y eləyəcəkdir. Uşaqlar, niyə belə elədi? Çünki bu toplama mənfi çevirmək. Çünki bu qabağına mənfi çıxartmışam. Yenə bu x çıx y yenə 4 yazsam, yəni mənfi 5 vurulsun 4. Neçə elədi cavabımız? Mənfi 20 şəklini alacaq. Məsələn, bura baxsaq uşaqlar. Buradan da bu D variantında mənfi 4 vur x üstə gəlsin 4 vurulsun 2y çıxılsın 4 vurulsun 3 yazıram. Hər birindən mənfi 4'ü çıxardıram. Bax burada qaldı x çıxılsın 2y üstə gəlinsin 3 olacaq. Bax uşaqlar, işarələr əksinə dəyişəcək. Yəni mənfini mötərizə xaricinə çıxartmışamsa, bax x müsbətə çevrildi. Bu müsbət idi, mənfi oldu. Bu mənfi idi, müsbətə çevrildi. Və burada x üstə gəlsin 2y-ımız 4'dür aşağılar. Yəni mənfi 4 vurulsun 4 üstə gəlsin 3'ə. Yəni mənfi 4 vurulsun 7 bərabər neçə elədi? Mənfi 28 şəklini alacaq uşaqlar. Sonra gəldik biz məsələlərə. Deyir ki, üçbucağın perimetri 30 vahid. İki tərəfin uzunluğu A və B olarsa, üçüncü tərəfin uzunluğunu tapmaq üçün ifadə qurun. Təbii ki, uşaqlar, biz P bərabərdir. Baxın, 13-cü sual P bərabərdir. A üstə gəl, B üstə gəlsin, C'dir aşağılar, deyilmi? Onda mən 30 bərabərdir. A üstə gəl, B üstə gəlsin, C'dir, deyilmi? Onda mən buradan C'ni tapmaq üçün 30'dan çıxmalıyam A ilə B'nin cəmini. Bir dənə baxın aşağılar, həqiqətən də mən perimetrdən bu ikisinin cəmini çıxsam C alınır da. Və bizə də deyir ki, C bərabər 30 çıxılsın 12 üstə gəlinsin 10. Buradan da 30 çıxılsın 22. Neçə elədi aşağılar? 8. Yəni digər tərəfimiz neçə olmalıymış? 8 şəklini alacaq. Sonra gəldik biz nəyə? 14-cü suala. Şirniyyatçı 100 ədəd paxlava pişirmək üçün ərzağa 109 manat, 100 ədəd şəkərbə pişirmək üçün isə 91 manat xərclədi. Birinci bir paxlavanın satış qiyməti A manat olarsa, onda uşaqlar birini A manatdırsa 100 vurulsun A. Oldu uşaqlar. Bir şəkərbəranın satış qiyməti B manat olarsa, onda nə olacaq uşaqlar? 100 ədəddə bundan sonra 100 vurulsun B olacaq. Bütün paxlava şəkərbə satışının nə qədər qazanc əldə etdi? Uyğun ifadəni yazın və baxın uşaqlar, uyğun ifadə budur. Pulumuz bu qədərdir aşağılar. Baxın. Və bunun deyir ki, satışın nə qədər qazanc əldə etdiyi aşağılar. Qazancı 2 üsulla hesabla. Qazancı 2 üsulla hesablayın. Uşaqlar, baxın. Bu belə. Buradan, indi təbii ki, biz ortaq vuruğu mötərizə xaricinə çıxartmaq. Nədir bu? 100'lər deyil mi ortaqlar? Baxın, hər ikisində 100 var. Onda A üstə gəlsin B oldu. Və bizə deyir ki, bu uyğun ifadəni yazdıq, mötərizə xaricinə çıxartdıq və bizə deyir ki, A və B-nin qiymətləri bu şəkildə olarsa, qazancı 2 üsulla həll elə uşaqlar. 2 üsul, bir üsul ayrı-ayrı yazmalıyıq. Birinci üsul bununla eləməliyəm. Baxın, yazıram 100 vurulsun 1,5, üstə gəlsin 100 vurulsun 1,1. Nə oldu burada? Bu elədi 150, üstə gəlinsin 110. Neçə elədi aşağıda cavabımız? 260 manat pul qazandı. Digər üsulla eləsə uşaqlar, baxın, təbii ki, bu üsulla daha rahat olacaq. Niyə? 1/5 ilə 1/1'i toplayacağım. 100 vurulsun eləyəcək 2,6
Bunu da vuranda cavabımız nədir? 260 manat. Əvvəl bəs pulu nə qədər qazanırdı ay uşaqlar? 109 üstə gəlsin 91. Bura 0, bura 1, 2. Əvvəl 210 manat qazanırmışsa, indi 260 manat qazanacaq uşaqlar. Dərsimiz bu qədər uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.